Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. A bərabərdir alaba, laba, yəni A dəyişəninə hər hansı bir sətir tipində bir qiymət mənimsədilib, sonra print A find AB 38. Yəni bunu bildik, amma aşağıdakı görək nə deyir? A find AB. Yəni bu mötərizə nə deyir bizə? Bu mötərizə onu deyir ki, 3-8 aralığı AB-nin yəni ilk aldığı, yəni A-nın ilk indeksini bizdən soruşur. Find neyinir? Elementin indeksinə görə tapır. 0, 1, bax bunu yazsam 0, 1, 2, 3, 4, 5, 6, 7, 8. 3-8 arası. Yəni əvvələ baxmırıq. 3-8 arası, bax bu sözdür. 3-8 arası. AB-nin yəni ilk indeksi olur 6. Yəni AB 3-8 arası buradan başlayır. AB. Yəni cavabımız olacaq 6. Yəni Y variantı.